Ayrı seçkilikdir. Görünür başta o təzəpir məclisdə orada burada verilənlərin pulları çoxdur. Pullu adamlardır. Və onlara da bilirsən heç bir söz təsir eləmir. Açığı deyil, heç bir qanunlara riayət eləməyən bir zümrə var Azərbaycanda. Onlar bilirsən nətərdir, pulları o qədər çoxdur ki, bilmirlər hansı formada nəyisə eləsinlər. Əgər bu hamı üçündürsə, rayonlarda da belədir, bəli, düzgün də belə də lazımdır. Bu izafi xərcə ehtiyac yoxdur. Məsələn, bizə qalır ki, araq verməkləri, o da baxırsan çox şeylə gətirir, paçasının arasını aşağı əyilib sürüb içir. Bunu da biz görmüşük, bunu da bilirik. Və həmin yas mərasimlərində də açıq deyim, anti-dövlət söhbətləri gedir. Bəzi məmur təbəqəsi oturub orada dövlət başçısının yapardığı siyasətin əleyhinə çıxanlar var. Yayırlar, şayələr yayırlar. Orada da bilirsiniz ki, çox adam gəlir, birdən minlərlə adamlar olur və orada böyük işlərini görürlər. Ona görə də mən düşünürəm ki, qəti tədbir görülməlidir. Nədir? Birinci sort, ikinci sort, üçüncü sort ölənlər var. Buna ayıraq da bu birinci sort adam da ölübdür, bu ikinci sortda adam olub, üçüncü sort. Bilsən bunlar ölüyə də hörmət eləmirlər, diriyə də hörmət eləmirlər. Bir qrup var, harınlaşmış qrupdur. O qrup heç bir qanunlara tabe olmur Azərbaycanda və istədiklərini eləyirlər. Ona görə də mən düşünürəm ki, çox ciddi tədbir görülməlidir. Belə olmaz. Ondan sonra rayonlarda dəgən nətər olur ki, ölüsü mənim ölümdən artıqdır, mən də yas verəcəm. Gedib borca, xərcə, kredit götürüb bir yas verənlər olubdur vaxtı ilə. İndi bu rayonlarda tətbiq olunubdur, çox gözəl, bunu hamı alqışlayır. Amma mən düşünürəm ki, Bakıda da bu tətbiq olunmalıdır. Yoxsa kiminsə dədəsi kimin dədəsindən arxsat dök, artıqdır ki, o məmurlarından əksik deyil. Ona görə də mən düşünürəm ki, bu məsələlərə qəti son qoyulmalıdır və ciddi tədbir. İctimai qənaət gücləndirmək lazımdır. Ayrı seçkilik ölkədə başa alıb gedir, ona görə də çox böyük narazılıq var. Narazılıqla qarşılanmaqdan ötəri ümumilli birliyə nail olmalıyıq və dövlət başçısının, prezidentin ətrafında biz sıx birləşməsək prezidentə böyük xəyanətlər etmək ərəfəsindədirlər. Elə bu xəyanətin biri odur. Onu eləyəndə o birisilər nə deyir? Hamı deyir ki, görürsünüz, bu ölkədə heç kim kitabını oxumur.